dində yeni bir iş, bidət ortaya çıxarmaq, nəfsi istəklərə havaya tabe olmaq deməkdir. Hər bir bidət mütləqdir ki, insan əgər onu ortaya atıbsa, deməli nəfsi istəyinə tabe olub, nəfsinin havasına tabe olub. Ona görə bidət əhli hava əhli adlandırılıb. Nəfslərinə tabe olanlar adlandırılıb. Zəlalət əhli adlandırılıb. Bidətçi istəsə də, istəməsə də öz havasını Rəbbinin hidayətindən üstün tutub. Çünki insanın qarşısında üçüncüsü olmayan cəmi 2 yol var. Ya Peyğəmbərə sallallahu aleyhi ve sellem tabe olmaq, ya da nəfsi istəklərə uymaq. Bunun dəlili uca Allahın ayəsidir ki, ey Muhammed, əgər onlar sənə cavab verməsələr, bil ki, onlar ancaq öz nəfslərinin istəklərini uyurlar. Ona görə nəfsə tabe olmaq şərdir. Peyğəmbər sallallahu aleyhi ve sellem həmişə nəfslərin şərrindən Allaha sığınırdı. Ona görə əgər bir insan nəfsinə uyubsa, haqqı kənara qoyubsa, Allah qorusun, bu şəxs daha çox azmış şəxslərdəndir, kimsələrdəndir. Deməli, bu insan ya Peyğəmbərə sallallahu aleyhi ve sellem onun sünnəsinə icabət eləməli, ya da nəfsə tabe olmalıdır. Əgər Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsinə icabət eləməyibsə, boyun əyməyibsə, deməli bunun digər tərəfi nədir? Bu insan öz nəfsinə tabe olub.